Süni intellekt sizin üçün ən ucuz təyyarə biletini ala bilərmi? Və yaxud da ən ucuz uyğun oteli sizin adınıza rezervasiya edə bilərmi? Baxın, bir çox insanlar səyahətlərini, səfərlərini planlaşdıran zaman süni intellektdən istifadə edirlər. Amma biraz daha sadə formada. Misal üçün, hara getmək olar, gəzməli, görməli yerlər hansılardır və s. Bu dəfə bu videoda biz biraz daha üst səviyyə çıxacağıq və süni intellektdən bizim üçün təyyarə bileti almasını istəyəcəyik. Təyyarə biletləri alındıqdan sonra, tarixlər bəlli olduqdan sonra həmin tarixlərə uyğun yenidən süni intellektdən bizim üçün otel rezervasiya etməsini istəyəcəyik. Daha sonra da biletlərə nə qədər pul xərcləndiyinə baxacağıq, otel üçün nə qədər pul xərcləndiyinə baxacağıq. Növbəti mərhələdə də mən özüm araşdıracağam və baxacağam görək mən daha ucuz bilet tapa bilirəm, yoxsa süni intellekt və yaxud da otel üçün mən daha uyğun qiymətə rezervasiyanı edə biləcəm, yoxsa bunu süni intellekt daha yaxşı formada edəcək. Gəlin kompüterin ekranını sizlə paylaşım və başlayaq. Gördüyünüz kimi əvvəlcədən bir prompt hazırlamışam. Süni intellektlə düzgün işləyə bilməyiniz üçün promptlar çox önəmlidir. Oxuyuram. 2026-cı ilin fevral ayında 3 və ya 4 günlük İstanbulda olmalıyam. Aşağıdakı məlumatlara əsasən Bakı-İstanbul-Bakı gediş və qayıdış üçün ən uyğun ucuz biletləri tap və al. 1. İstanbul səfərinin müddəti 3 və ya 4 gün. 2. Tarix vacib deyil. Fevral ayı ərzində istənilən tarixi seçə bilərsən. 3. Tək gedirəm və sadəcə 10 kiloqramlıq əl yüküm olacaq. 4. Azal və ya Türk Hava Yollarının saytlarından biletlər haqqında məlumat axtar. Promptları daxil edəndə mümkün qədər detallı formada və düzgün şəkildə daxil etməyə çalışın. Bunun üzərində biraz daha fikirləşib, biraz da təkmilləşdirmək olar təbii ki. Bundan sonra keçirik növbəti mərhələyə. Baxın, ChatGPT-nin 5.2 Thinking modelini hal-hazırda istifadə edirəm. Məndə ödənişli abunəlikdir. Bəzi xüsusiyyətlər əvvəlcə ödənişli abunəliyə gəlir bildiyiniz kimi. Daha sonra da ödənişsiz abunəliklərdə də bu funksiyanı istifadə etmək olur. Siz öz hesabınızda yoxlayın. Ödənişli abunəliyi istifadə edirsinizsə, onsuz da bu funksiya işləyəcək. Əgər ödənişsiz istifadə edirsinizsə, yoxlayın. İndi hal-hazırda olmasa da, yəqin ki, növbəti aylarda bu funksiyada sizin hesabınızda görünəcək. Baxın, sol aşağı tərəfdə bir plus düyməsi var. Bu plus düyməsinin üzərinə vururam. Aşağıya doğru düşürəm və burada ajan modu var. Agent modu. Bu çox önəmlidir. Ümumiyyətlə bir balaca kənara çıxma eləyim. Bir çox mütəxəssislər deyirlər ki, 2026 və 2027 ajanların ili olacaq. Ona görə də bu ajanlarla işləməyi öyrənmək lazımdır. Baxın, ajan modunu seçəndən sonra aşağıda müxtəlif sizə təkliflər verir. Yəni, buradan heç bir şey seçməyimə ehtiyac yoxdur. Sağ tərəfdə də tətbiqlər, uygulamalar hissəsi gəldi. Buradan da bunun üstünə vururam. Bax, internetdə axtarmalıdır da, düzdür. Ona görə bunun açıq olduğunu mütləq şəkildə yoxlayın. Və başqa heç nə etməyə ehtiyac yoxdur. Buradan göndər düyməsini vururam. Hal-hazırda mənim təlimatlarımı oxuyur və düşünür. Düşünmə müddəti bitdikdən sonra isə saytlara daxil olub bilet haqqında məlumatları axtaracaq. Və hal-hazırda gördüyünüz kimi artıq axtarış prosesi başladı. Ekranda brauzerin pəncərəsini göstərir və yəqin ki, ilk olaraq Azal'ın saytına daxil olub biletləri axtaracaq. Artıq Azal'ın saytındadır. Mən burada bir balaca kənara çıxma eləyəcəm. Süni intellekt müasir dövrümüz üçün bildiyiniz kimi çox önəmlidir və işdə, karyerada irəli getmək üçün, daha sürətli şəkildə işləyə bilmək üçün mütləq şəkildə süni intellekti istifadə etməlisiniz aktiv şəkildə. Və süni intellekt sizi həm karyerada irəli apara bilər, həmçinin işlərinizi daha sürətli yerinə yetirməyinizi təmin edə bilər. Beləliklə də özünüzə daha çox vaxt ayıra bilərsiniz. Bir çoxlarınızın bildiyi kimi, mənim süni intellekt təlimi ChatGPT Google Gemini Notebook Elm adında süni intellekt kursum var. Bu kursla bağlı linkləri videonun açıqlama hissəsinə qoyaram. Əgər istəsəz həmin kursa qoşulub süni intellekt alətləri ilə yüksək səviyyədə işləməyi öyrənə bilərsiniz və öz işinizə bu alətləri, onların funksiyalarını tətbiq edə bilərsiniz. İndi gəlin ekrana baxaq. Hal-hazırda gördüyünüz kimi Azal'ın saytındadır. Bakını seçib, buradan İstanbul'u seçib, buradan fevral ayı üçün axtarışları edir. Qiymətlərə uyğun olaraq müəyyən axtarış eləyəcək. Bir nəfər seçib buradan. Və gəlin belə eləyək. Vaxt itirməmək üçün mən Azərbaycan Hava Yollarının saytına daxil olum. Burada prosesləri izləməyə ehtiyac yoxdur. Özü avtomatik edəcək. Və eyni şeyləri buradan eləyək. Haradan? Bakı. Haraya gedirik? İstanbul. Reis tarixlərinə gəldim. Fevral ayı üçün seçməliyəm. Ən uyğun qiyməti buradan axtarmağa, tapmağa çalışacağım.
Burada 149 manat ayın 24-ü. 24 və 27-si. Deməli, gediş tarixini 24-ü, qayıdış tarixində 27-si olaraq seçirəm. Yəqin ki, ən uyğun qiymət bu olacaq. Sərnişin hissəsinə gəlirəm. Bir nəfər və ekonom tətbiq et deyirəm. Axtarışı sıxıram. Və mənə gördüyünüz kimi biletləri göstərir. Tarixi və saatı 216 manat, 204 manat, 148 manat və s. Aşağıda daha yüksək qiymətlər var. Bunların ən uyğun olanı 148.82 olandır. Bunu seçirəm. Büdcə hissəsini seçəcəm. Büdcə klassik plus olmaqla 3 dənə gördüyünüz kimi seçim təklif edir. Mənim 10 kiloqramlıq əl yüküm var demişdim və tarifi seçdim. Bundan sonra isə indi mənə geri dönüş seçməyimi istəyəcək. 136 manat ən aşağı qiymət budur. Deməli 17.10-da Bakıya çatacaq. Digəri isə 2.15-də. Bu daha yaxşıdır. Seçirəm və yenə tarif 136 manatlıq tarifi seçirəm. Baxın, aşağı tərəfdə 285-86 AZN. Belə bir qiymət almış olduq. İndi qayıdaq, baxaq görək ChatGPT nə edir? ChatGPT əldə axtarır. Bu arada bu pəncərəni açıq saxlamağınıza ehtiyac yoxdur. Siz öz işlərinizi görə bilərsiniz. Necə ki, mən digər pəncərələrə keçib orada əməliyyatları apardım. 285 manat 86 qəpik. İndi Türk Hava Yollarına keçirəm. Türk Hava Yollarının qiyməti adətən azaldan daha yüksək olur. Haradan? Burada Bakı yazaq. Haraya? İstanbul. Və tarixlər. Tarixlər, burada qiymətlər yəqin ki, standartdır. Eyni tarixləri seçəcəm. 24, 27, tamam. Və axtar deyirəm. 158 manat ən uyğun qiymət. 158 manat. Bunu seçdim. Yenə ən uyğun tarifi seçirəm. 8 kiloqramlıq bagaj. O birisində 10 kiloqram idi. Və indi qayıdış üçün ən uyğun qiymət. Burada qiymətlər çox yüksəkdir. Birincini seçək və davam et deyirəm. Burada 484 manat 24 qəpik oldu və azalda isə 285 manat 86 qəpik oldu. Qayıdırıq yenidən ChatGPT-yə. Burada mən artıq prosesi biraz sürətləndirəcəm videonun vaxtını uzatmamaq üçün və sonunda sizə nəticəni göstərəcəm. Hal-hazırda biletlərin seçilmə mərhələsini görürsünüz. Mən videonun çox uzanmaması üçün ortada olan hissələri montajda kəsəcəm. Baxın, 136 manatlıq biletin üzərinə hal-hazırda kursoru gətirib və yəqin ki, bunu seçəcək. Və seçdi. Buradan da ən uyğun olanı büdcəni seçməlidir. 10 kiloqramlıq əl yükü izahlar da verir. Yəni, əgər istəsəz, oturub onun əməliyyatlarını bir-bir izləyə bilərsiniz. Aşağı tərəfə baxın, 285 manat 86 qəpik. Və mənim tapdığım ən uyğun variant da 285 manat 86 qəpik idi. Tamamilə eyni proses həyata keçirib və artıq özünə aid olan hissəni yekunlaşdırdı. Uçuşları seçərək sərnişin məlumatları mərhələsinə gəldim. Hazırda sərnişin biletləri bunlardır. Yazıb 24 fevral, 27 fevral, ümumi toplam qiymət 285 manat 86 AZN bir sərnişin üçün. İndi məsələ nədir? Mən buradan əgər davam et düyməsini vursam, məni yönləndirəcək brauzerə, elə burada brauzeri açacaq, gəlin yoxlayaq. Və burada məlumatları artıq mən özüm doldurmalıyam. Şəxsi məlumatları birbaşa özü doldura bilmir. Burada hər zaman işi sizə ötürür. Baxın, yuxarı tərəfdə Azalın saytındayıq. Hal-hazırda gördüyünüz kimi buradan aşağıya doğru düşürəm. Və gördüyünüz kimi ad, soyad və s. digər məlumatları seçməliyəm. Aşağıda da məbləği görürəm. Və daha sonra da təsdiq edin deyib kontrolu tamamla deyəcəm. Beləliklə də artıq hər şey tamamlanmış olacaq. Bu xəyali bir səfər olduğu üçün təbii ki, bileti almayacağım. Buradan kontrolu tamamla deyirəm. Və tarixlər, elə o da səhv eləmirəmsə, mənim seçdiyim tarixləri seçmişdi. 24 fevral və 27 fevral tarixləri. İndi isə keçək növbəti mərhələyə. Deməli, indi sol tərəfdən yeni söhbət pəncərəsinə keçirəm. Növbəti mərhələdə otel rezervasiyasını ChatGPT-dən etməsini istəyəcəm. Yazdığım promptu oxuyuram. 24 fevral, 27 fevral tarixləri üçün İstanbul, Kadıköydə, Kadıköy metrosuna yaxın yazmışam, yazaq. Bir nəfər üçün otel rezervasiya et. Otelləri axtararkən booking.com saytından istifadə et. Aşağıdakı tələblərə görə otelləri axtar. 1. Otel İstanbul, Kadıköydə olsun. 2. Bir nəfər və səhər yeməyi daxil. 3.
Otelin reytinginə bax, reyting 8+ olsun. Bookingdə otellər 10 bal üzərindən qiymətləndirilir. 4. 3+ ulduzlu otelləri araşdır, yəni 3, 4, 5 ulduzlu otellər. 5. Yuxarıdakı şərtlərə cavab verən ən ucuz oteli rezerv et deyirəm. Plus düyməsini vururam, ajan modunu seçirəm. Uygulamalardan webdə axtarış aktivdir. Bunu aktiv olduğunu yoxlayıram və göndər düyməsini sıxıram. Eyni şeyi biz özümüz də booking.com-a daxil olub edə bilərik. Buradan Kadıköy seçirik. Tarixləri 24-27 fevral üçün seçirik və burada bir nəfər seçirik. Axtar düyməsini vururuq. Baxaq görək ChatGPT. ChatGPT artıq prosesə başladı. Filtrləmə, kahvaltı və ancaq otellər olsun. Kahvaltı daxil olsun. Seçim. Əvvəlcə ən aşağı qiymət. Cahan Otel, Kadıköy, İstanbul. Artıq düzgün nəticələr görünür. Qayıdaq ChatGPT-yə. ChatGPT də Bookingdə araşdırmanı edir. Burada mən yenə videonu kəsəcəm və son nəticəni sizə göstərəcəm. Artıq ChatGPT işin birinci hissəsini yekunlaşdırdı və Booking.com-da 4 ulduzlu, reytingi 8.8 olan bir otel seçib, qiymət 301.75 AZN-dir deyir və məndən davam et düyməsini basmağımı istəyir, yəni rezervasiyanı tamamlamaqdan ötürü. Baxın, həm otel rezervasiyasında, həm də bilet alanda o sizdən belə davam etmə tələb eləyəcək, yəni hansısa sizə seçimlər verir və daha sonra siz davam et düyməsini vurursunuz, qaldığı yerdən davam edir. Bu zaman yenə biraz əvvəl göstərdiyim kimi məlumatları artıq siz özünüz daxil etməlisiniz. Burada gördüyünüz kimi məlumatlar göstərilib. Ümumi məbləğ 301.75 AZN-dir və Booking-ə keçək, mənim tapdığım otellərə baxaq. Məndə ən aşağı qiymət 369 AZN idi mənim araşdırmamda, amma burada vəziyyət biraz daha fərqlidir. Bu daha uyğun bir qiymətə oteli tapıb. Belə, yenə də bayaq dediyim kimi məlumatları buradan siz özünüz doldurmalısınız. Beləliklə bu videonu yekunlaşdırdıq. Ümid edirəm ki, sizlər üçün faydalı video olacaq. Təbii ki, ChatGPT-nin agent modunu təkcə bu göstərdiyim nümunədə yox, digər fərqli işlər üçün də istifadə eləyə bilərsiniz. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, kanalımdakı digər videolarda görüşərik.